Hamıya salam dostlar. Bugün yine DLC videosuyla karşınızdayım. Ve başlayalım. Bir de bir şey diyeyim. Eğer 50 abone olsak yüzümü göstereceğim. Bakalım bu değişiklik ne gibi bir fark yaratacak? Yine hemen kim olduğunu konuşalım. Ve bir de dostlar. Karabağ forması, logosu. Gerçekten şık bir hareketti. Evet. Karabağ forması. Kaleciye verdi pasını. Gel sesi bağlıyor. Sesler bağlandı. Başlayalım. Bence siz bunu bilmirdiniz. Bunu ne diyeceğim? İndi karşıda görəsiniz. Bence siz bunu bilmirsiniz. İndi size göstereceğim. Gözüm boyun bitsin. Başlayalım. Oyun biten için size öyle bir sürpriz göstereceğim. Siz şok olacak. Bir de herkesin Novruz bayramı, Ramazan bayramını tebrik ederim. Allah. Allah. Gel. Kaytar. Olisi attı. Station. Biz bir tane koyarsa onu ise ben çok akıllı oyunlarda çok fikir vermiyorum. Çünkü bizim birinci videoda dediğimiz gibi hesabı yığılmışıq artıq. Sadece maraq için devam edirik. Yeni başlayanlar için de deyəcəm. İndi nə eləməlidirlər? Ve go. Hayda. Neyse, heç olmaz. Aslında ben bu oyunlara fikir vermirəm. Yenə deyirəm. Yenə. Keçək növbəti oyuna. Növbəti oyuna keçməmişdən qabaq. Hə, nə deyirdim? Siz deyəcəkdim ki, nəyi bilmirsiniz? Baxın, indi bunu sizə göstərəcəm. Siz məsələn, adətən əsasən çox insan bunları bilmir. Yəni bilənlər də bilirlərsə, yəni yorumlara yazsınlar ki, mən bilirəm. Baxın, mən burada oyuncunu saxlamışam. Bunu necə etmişəm? Oyuncu kilitləndi. 5 gün boyunca bu transferdən getməyəcək. Oyuncunun üzərinə basırıq. Məsələn, Sommer. Sommer tam ki, mən almaq istəyirəm. Bax, burada 2 günlük var. 27 elmas verib 2 gün saxlada bilirik. 46 elmas verib 1 həftə saxlada bilərik. Məsələn, bax, mən bir oyuncu saxlatmaq istəyirəm. Qoy görüm mənə nə ehtiyacdır. Baxın, mənə hal-hazırda ehtiyac olan o gün. Mən indi bir dəqiqə... bir də nə deyirdim? Dostlar, heç vaxt bu fizyoterapistlərdən istifadə etməyin. O sizə Allahdır. Ondan sonra məsələn, deyilir, burada bir əlinizlə eləmək daha keyfiyyətlidir. Yəni, pulunuzu yanlarına verməyin. 2 dəqiqəyə həll olun, gördünüz. Bir də sizə yeni formalarımızı göstərdik. Bu yeni qapçımızın forması. Bir də nə deyəm? Necə oyuncularınızın nömrəsini dəyişə bilərsiniz? Bax, belə bu. Yəni elə oyun açar, kulübün özelleşdir. Sonra burada oyuncular yerine giririk. Burada məsələn mən Rudiger'in nömrəsini tam ki Bellingham'ın nömrəsini 6 eləmək istəyirəm. Burada Bacaz Bellingham'ın üzerine basırıq. Forma numarası 6 edirik. Onaylaya basıp 6 nömrə edə bilirik. Gördünüz? Məsələn, indi hatta burada görsən oyuncu Nomen deşdi. İndi mən Nomen deşinin hal-hazırda nömrəsini içədir. Baxın, 44. İndi mən onu görün necə dəyişirim. Nomen deş 5. Nomen deş tam 45 yazdım. Baxın. Baxın, gördünüz. Mesela yine qaytaram mən. Çünki ben bu seçimlərdə ayrı oyuncular. Sonra nə deyim?
Eğer yani oyuna pul bulmak istemirsiniz, yani özünüz hesap yaratmak istəyirsinizsə, yenə deyirəm, çalışdığınız qədər bu oyunlardan oynayın. Sonra yəni əgər səbriniz varsa bu oyunlardan oynayaraq eləyə bilərsiniz. Mən şəxsən baxın 3-cü yerdən, düzü 1-ci yerdən çoxdan da onlayn oyunlara girmirəm deyə belə oldu. Hə, bir də nə? Baxın, sabah mənə nə gələcək? Baxın, pulları buradan da qazanmaq olur, görürsünüz. Mesela ben bilgiler arası ikinci yerim. Gözlüğüm bileydi. Şimdi mənə gələcək. Sənə göstərəcəm. Mənə gələcək ödüller. Baxın, mən dedim mənə ödüller gələcək falan. Bax, indi ödüller sizə göstərim. Bax. Mən bax 500 dənə al, 500 dənə al. Sanki oyun başında sizə 1500 verilmiş. Girin klana. Klanda oynayın. Sizə bir haftadan sonra 500 verəcək. Hangi aldığınız o mesela 1000 gətirər, yavaş-yavaş elmas oyuncular alaraq yəni qaldı. Mesela baxın, mən buradan kilit açan ödüller, sonra 25 dənə elmas, efsanevi takviyesi, yetenek avcısı, 500 qəpik, özel kod, ondan sonra 150 dənə elmas. Görsün asan kazanmaq olur bunları. Sonra ne göstereceğim? Hə, bir de hansı oyuncunuz neçə gol atır, hansı neçə gol atır, onu yəni en yüksək şeylərə baxaraq buradan. Mesela oyuncu. Məndə ən çox oyuna qatılan oyuncu 3125 dəfə Muhammed Salah oldu. Ən çox gol atan Robert Lewandowski 306 dənə, asistlərdə 686 dənə Muhammed Salah. Bir elə bir sezonda 15 oyuna 47 dənə gol vuran Robert Lewandowski. Bir o elə ki 15 oyuna 18 dənə asist edən Muhammed Salah. Bir oyunda 7 dənə gol atmışam. Ondan sonra bir oyunda 4 dənə asist eləmişəm. Ən çox sonra ən tez gol 3-cü dəqiqədə, ən tez hat-trick 7-ci dəqiqədə, ən uzaq mənzildə 67 metr, ən böyük transferimdə Erling Haaland olur. Ən fazla sarı kart 87, ən fazla qırmızı kart 31 dənə. Sonra kupalar. Əsas mənim ən sevdiyim şey baxın budur. Dedim gösterdim. Bax bu çox yaxşı olur. İndi məsələn buradan Vitinha ilə qol at, Barcola assist yap. Mən çox az oynara girmirəm, sadəcə indi sizin elə bir sizə görə girəcəm. Baxın. Baş. Vitinha oyunda, Barcola da oyunda. Aha. Şimdi gəlin başlayaq. Vitinha atdıq. Batır. Ağla. Yox, ağla demir. Bu oyunlarda da zor olan şeylerde topu almaq ən zəhləngəti şeydir. Bəlkə də hər kəs də bilər. Yəni adam sıxılır. Az vaxt verirlər, həm də yüksək şey verir. Adam istəyir ki, alsın. Və məsələn, bir də oyuncularda belə şeylər olur. Oyuncuların yorğunluq vaxtında düşür deyə. Həm tam oynada bilmirsən, həm də ki, nə bilim, vaxtı az qoyurlar. O da adamın narahatlıq eləyir də. Həm də qarşına qoyduqları rəqibin dərəcəsini artırırlar. Yəni normalda lig oyunlarda ən gerisi udmaq çox asandır olur. Özünüz bilirsiniz ki, asan rəqibdir. Bir de buradan sözüm oyuncu PK'yadır. Eğer bu videonu görsən, Türkiye, Azərbaycandan səni salamlayıram. Mənimlə vs atmaq istəsən, yəni mən sizinlə vs atmaq istəyirəm. Əgər istəsəz vs ata bilərik. Və penaltı. Mən bir dənə eləyəcəm. Burada gol kim atlayır? Deyir ki, Vitinha ilə bir gol at. Vitinha. Ayda. Bak görsün buna görə deyirəm. Yəni
Biraz vaxt verirlər. Həm də adama nə deyim, çox şey eləyirlər də. Neyse buradan çıxayım. Bu oyun gəlin təzədən oynayaq. Qoy görək, oynamaq olacaq. Neyse pul verəcəm. Görək. Məndə bu belə bir şey var. Yəni pul udmadımsa da onun marağı qalmış. Üzəyin gəl. Oy. Şey, gəl. Dirəyində oynamaq olacaq yoxsa yox. Şimdi çok dikkatle oynamaya çalışacağım. Ayda yine olmuyor. Bu oyun Allah hakkı yine değil hani. Çalıştığımız kadar yani ben de planşede olduğuna göre çok oyun yüklemek biraz olmur. Ona göre ben futbol oyunu olarak bunu seçmişim. Yani diyeyim. İsterseniz yani oynamayabilirsiniz. Ve yine penaltı. Yine penaltı. Ya bu sefer indi bakın. Bu sefer çalıştım dedim Vitinha'ya çalışıp gol atmaya çalıştım. Ne olur Vitinha sen hiç olmasa at Vitinha. Aha yine tutacak. Aha bu sefer gol oldu. Yok. Bu sefer de gol oldu. Şimdi ne kaldı? Bir tane gol atmalıyıq. Rastgele bir tane de Barkola'nın asist. Barkola'nın da asist eləmək üçün gələk dirəşək. Allah Barkola kaç buradan. Burada atarsan Vitinha de gol atar. Allah Barkola ve gol. Ayda. Zerbe. Ayda. Hiç ne olmaz değil. Yeniden. Barkola kaç da. Barkola. Bu oyunculara ne inirler bu oyunda? Hamısına günde oynayır. Allah. Bir tane gol atar. Sonra Barkola'nın ayda da. Heyf Vitinha'nın golundan heyf. Ege'nin bu sefer ne diyeyim ki ben geldim. Dakika. Terzden yeni oynayalım. Yine dedim ki ben direştimse terzden yeni oynayalım. Aa siz mənə eləməyin. Necə pul yığmaq istəyirsinizsə. Eləməyin. Yenə deyirəm, eləməyin. Əgər eləsəz, yəni inanmayın ki, çox pul yığarsınız. Qısacası mən bunu sizə deyirəm. İnanmayın ki, çoxlu pul yığacaqsınız. Bu bir məndən sizə bir deləsi oynayan kimi sizə tam bir tövsiyədir. Allah pas. Güzel yok. Güzel değil. Buna nasıl güzeldi? Allah. Ay. Bir de ne diyelim. Eğer like atıp abone olursanız karşıda yeni videolar gelecek. Yani çalıştığım kadar hangi oyun isterseniz o oyunları oynayacağım. Ve go. Haydi. Bakın görürsünüz sonra inanmazsınız ki bu niye böyle. Bak şimdi görürsünüz. Yani normalde oyunda o gol girdi ve niye girmir? Niye? Çünkü oyun direşip yok ya bu olan değil. O diyor hiç tavsiye görmürəm. Mesela ben şahsen planşetime o e-futbol yüklerse e-futbol oynayarım. Neyse dostlar. Çıkın buradan. Çıkın nesnelerim bozuldu. Ben gibi. Evet. Defter. Bir dakika neydi? Gel buradan. Bütün ya neyim var? Bütün ya burada oynasın. Bak bütün ya burada oynasın. Bu da burada oynasın. Bunda böyle. Görün yok. Beni de gol atamayacaq. En yaxşısı ben dediğim kimi beləcədir. Mayolu buradan oyna. Sonra sabahleyin sen sabahleyin ağaracın ama. Ne? Bir oyun gireyim. 1, 2, 3 başladık.
Ya Allah. Qayıt. Əla. Pas. Ay zibil. Zibilə keçmiş oyun. Oyun eləyir ki, daha hamısı silsin də bu oyunu heç vaxt oynamaz. Oyun bunu istəyir. Çok. Pas. Ay Allah. Aha. Kaç ne olur sen kaç. Ay biriniz kaçın da. Yok bir dakika. Bu sefer de hocam ben bu yani böyle oyuna başlama yönde biraz ayakta gitti. Gibi o da pulum gitti yalanla. He indi siz indi bildiğiniz indi sana göstereceğim. Gel ayrı neymiş. Ayrı ne oynar. Bütün ömrü bu oyunu oynar. Mesajımız kaldı. 14 saat. Ayda ben bunu yapıyorum. Aha. Allah. Allah. Eyvallah dostlar. Yeni yıldızmalı olduğumuz oyun başladı. Ve Donnarumma. Ben niye Donnaruma'nı oynattım? Hadi bilmem. Dostlar Donnarumma'nı alasızsa ilerleyelim. Hiç almayayım. Çünkü yani hiç süre istediğiniz kaptı değil. Yani ne bileyim. Hiçbir topa tollanmadı. Yani ancak yerinde var. Ay, danışarken direğe zerbe çekti. Ve ortaya ay hiç kim karşılayabilmedi. Kötü demedik. Aha kaç sen kaç kaşı. Zerbe ve oy. Bir de dostlar, ne diyelim? Kim eğer nəsə bir şey istəsə, onu yorumlarda yazabilir. Yani ne öğrenmek istiyorsunuz, ben diyebilirim. Tezgat. Ay pas. Ay tezgat. Ay yenisiz. Ay oy. Donarman bir olmana bakınca birazdan yine ne karşı eğerse de yine donarmalığını gösterdi. Ben rakıma bakanda ya benim indirer gitmeden imkan vermeyeceğim ben o tarafa gideceğim. Yok hani rakım. Ay sefih. Kaç sen. Offside olmasın. Yok offside değil. Pos. Zerbe. Oy kötü. Ay. İkinci yarım mutlak. Bir oyuncu çıkmadı. Mutlak bir oyuncu çıkmadı. Şimdi çıkardık. Bunun Fernando şu dinliyorsun bro. Ne de güzeller. Ben oyunu galibiyet geldim. Başladık. Oy. Ela kaç. Lasın. Cerme. Tabii ki de. Aha. Şimdi sana göstereceğim. Gel buraya. Gel. Gel görsene neyini yazdım ben. Gel. Çok sevinme yine sen. Niye? Gitmemez herhalde. Az kala gol yiyor. Bir tane diyeyim. Bu aklınca oyundu. Ala pas. Ver be. Ay.
Zərbə, sən. Ay, död. Bir dənə qol olsa yaxşı olar ya. Bir dənə qol atsaq, rəqibə imkan verməyəcəm ki, rəqib yenidən qaçsın. Aha, hara, ora qaç. Əla. Qaç. Pas. Zərbə, qol. Ay, qol da qol. Zərbə, sən qol. Ay, dödü. Aha, zərbə, sən qol. Ay, bu nə oldu? Aha, gördünüz, baxdı get. Bayaqdan dirəşirik. Gördünüz, hər şey məhv oldu. Və mən bunu deyirdim. Bu oyun belədir oyun. Nə versən elə, axırda sənə özü uduzdur. Canım, əla. Nə olar? Şey. Bu qolu ataq, nə olar? Bu cərmə zərbəsini qol eləyək. Hə, Diyong. Ay, neysən? Diyong, nə olar? Diyong oyunda deyil, yox. Diyong oyunda deyil. Mbappe, sənə güvənirəm, Mbappe. Hə, Mbappe, hə. Və zərb... Ayda, gecikdim. Əla. Qəşəng sən.